Salam dostlar, necəsiniz? Dostlar, kanalıma ve videoma hoş geldiniz. Kanala abone olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Dostlar, bugün səhər yuxudan duranda qərarlaşdım ki, toyuqların həyətini süpürüm. Ancaq hava çox küləkli idi. Küləyə baxmayaraq süpürüb təmizləməyi bacardım. Sonra isə həyətə su çilədim. Və sonra toyuqlarıma dən verdim. Onların dənlənmə prosesinə baxmaq o qədər maraqlıdır ki, sanki terapiyadır. Ümumiyyətlə, mən heyvanları çox sevirəm. Nədənsə heyvanlar mənə çox maraqlı gəlir. Və onların bilmədiyimiz o qədər üzləri var ki. Və keçirəm digər ev işlərini görməyə. İlk önce uşaqlar üçün qarğıdalı bişirim dedim. Qarğıdalını da bağdan özümüz toplamışıq, öz qarğıdalımızdır. Çox dadlıdır, çox gözəldir. İlk önce qabıqlarını təmizləyirəm, yuyuram. Sonra səliqəli qazana yerləşdirirəm. Ancaq qazanın alt hissəsindən qarğıdalının iç yarpaqlarını əlavə edirəm. O zaman qarğıdalı çox dadlı olur. Və yığıb üzərinə su əlavə edib, biraz da mən duz əlavə edirəm. Bir ovuc qədər duz əlavə edirəm. O zaman çox dadlı olur. Orta ateşdə bişməyə qoyuram. Qarğıdallarımız çox stil olduğu üçün qaynadıqdan sonra 20 dəqiqəyə tam şəkildə hazır olur. Və uşaqlar bizdə evdə çox sevirlər qarğıdalını. Bizim evin vazkeçilməzidir. Siz də hazırlayın, nuş edin, göz haqqınızda halal edin və inşallah digər videolarda görüşmək diləyilə. Sağ olun.